İngilis dil səviyyəmizi inkişaf etdirdik. Müəllimləri dəyərləndirməklə bağlı və bu soru anonim qalır. Sonra turizm coğrafiyasıdır, turizmlə nəqliyyatdır. Universitetimizi araşdırsınlar ilk növbədə. Mən Güney İsmailova, Qarabağ Universitetinin 3-cü kurs tələbəsiyəm. Biznes və İqtisadiyyat Fakültəsinin turizm işinin təşkil ixtisasında təhsil alıram. Bu universiteti və ixtisası seçməyinizə əsas səbəb nə oldu? Əsas başlıca səbəbi atamın arzusu idi. İxtisasında atamın bir zamanlar arzusu olubdu, lakin bu ixtisası oxuya bilməyibdi. Ailələrinin istədiyi kimi tarix ixtisasını oxuyubdu. Bu ixtisas haqqında sizə ən çox verilən sual nə oldu? Universiteti bitirdikdən sonra əsasda Qarabağ ərazisində iş imkanları olacaqmı deyə sual verilir. Məncə Qarabağ ərazisinin turizm potensialı digər sahələrə nisbətən daha yüksəkdir. Bu universitetdə oxumağın ən böyük üstünlüyü nədir? Məktəbi bitirdiyim vaxtlarda bura yeni açılmışdı və biz ilk tələbələr olduq. Əsas ağlıma gələn ilk düşüncə də oldu ki, biz ilk tələbələr olduğundan inkişaf daha çox olacaq. Potensial daha yüksəkdir burada. Digər universitetlərdən yeni rəqabətə başlamışdı bizim universitetimiz və rəqabət çox güclü idi. Hətta digər universitetlərə baxanda bizdə təhsil sistemi, tədris, praktiki təcrübələr digərlərindən daha fərqli idi. Tam səmimi cavab versəm, yenə Qarabağda oxuyardım. Çünki bura mənə çox doğmalıq hissi bəxş edir. Çox doğma gəlir. Məktəbi bitirdikdən sonra universitetdə ixtisas seçimimdə digər universitetləri də yaza bilirdim. Yəni kifayət qədər balım da ora çatırdı. Lakin özəlliklə buranı istədim. Bu ixtisasda oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Dil cəhətdən çox kömək olubdu. Beynəlxalq dil mərkəzinin olmasından qəbul olduğumuz il isə demək olar ki, mən ingilis dilini çox yaxşı bilmirdim. Burada imtahan verdiyi ingilis dilindən levellərimiz götürüldü, ingilis dil səviyyələrimiz. Sonra müəllimlərin hər biri bütün tələbələrinə xüsusilə məşğul oldu. İngilis dil səviyyəmizi inkişaf etdirdik və ikinci kursda artıq yeni bir addım atdı müəllimimiz. İkinci kursun birinci semestrində artıq biz dərsimizi ingilis dilində tədris etdilər, bir fənnimizi. Və ingilis dilində müəllimimiz bizlə danışaraq, ingilis dilində gəzintiyə falan getdikdə də ingilis dilində danışmaq üstünlük verirdi. Yəni dil bacarıqlarımızı inkişaf etdirməyimizə kömək oldu. Bəzi kompüter dərslərimiz var ki, onları digər tələbələr kursa gedərək orada öyrənirlər. Lakin bizim universitetimizdə mövcuddur onlar. Universitetin akademik heyəti haqqında düşüncələriniz nədir? Akademik heyət haqqında düşüncələrim odur ki, müəllimlərimiz çox güclüdür. Əsasən də bir çox müəllimlərimiz var ki, xaricdən gəlib. Nümunə olaraq Kamran müəllimi demək istəyərdim. Kamran Məlikov universitetimizin, bizim fakültəmizin dekanıdır. İngiltərədə yaşayıb və İngiltərədən gəlibdir. İş təcrübələri, dərs təcrübələri demək olar ki, çox yüksəkdir. Eyni zamanda Fərid Cəbiyev müəllimimiz var. Bakı Ali Neft məktəbini bitiribdi. Amerikada yaşayıbdı. O da Amerikadan gəlibdi. Eyni ilə digər müəllimlərimiz də xaricdən gəliblər. Və bunun da bizə başlıca üstünlüyü odur ki, xarici təcrübələr əsaslanır. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Gözlədiyim kimi keçirmi deyərkən tam da gözlədiyim kimi keçmir. Nə cəhətdən? Yataqxana okeydir, yəni yataqxana yaxşıdır, təhsil sistemimiz də yaxşıdır, amma bəzən asudə vaxtlarımız çox olur. Burada digər əsasən Bakı kimi dəyərləndirə bilmirik asudə vaxtlarımızı. Gəzməyə, sosiallaşmağa, belə çox yerlər yoxdur. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Universitet mənə karyera qurmaqda dəstək olur. Müəllimlərlə dost kimi olaraq, müəllimələrin təcrübəsinə əsaslanaraq bu ildə mən öz karyeramı qurmağa ilk addım atdım. İngilis dilində hazırlıq keçirdim uşaqlara. Ondan sonra bir müddət maddi cəhətdən pul yığdım. Sonra müəllimlərimizlə söhbət elədim. İş təcrübəsi olan, bizneslə marağı olan müəllimlərimizlə onlardan məsləhət aldım və biznes yaratmaq istədim özümə. Və hal-hazırda da Xankəndi Güney İsmail mağazam var. Yəni sahibkaram. Dərslərdə öyrəndiklərinizin praktik faydasını hiss edirsinizmi? Praktikaya 2 ildə demək olar ki, yox, getməmişik. Amma ingilis dil cəhətdən çox hiss edirik. Bu ixtisasda oxumaq səndə nələri dəyişdi? Sırf bu ixtisasda oxumaq ilk başda turizmə heç bir marağım yox idi mənim. Turizm sahəsindən də heç bir anlayışım yox idi. Amma burada oxumaqla, müəllimlərin təcrübələrindən, müəllimlərin gedib gəzdiyi ölkələri bizə təqdim etdiklərindən, həmin ölkələrlə bağlı məlumatlar paylaşdıqcan, özüm də artıq xaricə çıxmağa başladım, ölkələr gəzməyə başladım. Elə yeniliklə də Rusiyaya getmişdim, Perm şəhərinə, oradan gəlirəm. Yəni ki, digər ölkələrə qarşı, ölkələrin adət-ənənələrinə qarşı, gəzməli, görməli yerlər, abidələr, tarixi muzeylərinə qarşı maraq doğurur. Bu universiteti seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Dərsimiz barəsində, təhsil barəsində, müəllimlərimiz, akademik həyətin üstünlüyü barəsində məlumat vermək istəyərdim. Təbii ki, hər bir abituriyent universitet seçmədən qabaq həmin universitetin
maraqlanır, müəllimlərini, sorğularımız var bizim Instagram səhifəmizdə, Facebook səhifəmizdə. Universitet barədə məlumatlarımız var. Abituriyent illərinə qayıtsan, yenə də bu universiteti və ixtisası seçərdim. Bu universiteti bəli seçərdim, amma ixtisası yox. Çünki ixtisası o qədər də öz istədiyim ixtisas olmuyor. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? Tədris ili bitdikdə, hər semestr bitdikdə tələbələrə sorğu atılır. Müəllimləri dəyərləndirməklə bağlı və bu sorğu anonim qalır. Tələbə öz adını, soyadını qeyd etmir. Müəllimin təhsil sistemini, bizi dərsi keçmə tərzi bizi qane edib etmədiyini sorğu şəklində bizə göndərirlər və hər bir tələbə bu sorğudan mütləq şəkildə keçməlidir. Turizmə giriş dərsimiz var. Birinci kursun birinci semestrini keçmişik. Qəhrəman Yusupov tədris edibdi. Əsas turizm müəllimimiz də odur. Sonra turizm coğrafiyasıdır, turizmlə nəqliyyatdır və bir çox dərslərimiz. Sizin ixtisası seçən gənclər üçün məsləhətiniz nə olar? Öz istəkləri varsa, özlərinin marağı varsa, hə, seçə bilərlər. Bir də ölkələrə marağı varsa, getmək, gəzmək, ölkələri kəşf etmək, yeni insanlar, yeni abidələr görmək istəyirlərsə, ola bilər. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? Bizim universitetə gəlmək istəyən tələbələrə demək istədiyim bəzi sözlər var ki, universitetə gəlmədən qabaq universitetimizi araşdırsınlar ilk növbədə və universitetimizi tövsiyə edirəm hər bir tələbəyə. Üstünlükləri və inkişafı çoxdur. Yəni universitetimizi seçməkdə heç vaxt peşman olmazsınız. Sonra isə 2X Akademiyaya bura gəldiklərinə görə və bizi çəkdiklərinə görə təşəkkürlərimi bildirirəm.